Əli Kərim Sovet dövründə yaşanmış Azərbaycan şairidir. O, hüzünlü lirik şeirləri ilə ədəbiyyatımızda özünə məxsus üslub yaratmışdı. Əli Kərimin böyüklüyü ondaydı ki, yaşadığı dövrün qadağalarına, repressiyalarına baxmayaraq, ideologiyaya xidmət edən bircə şeir də yazmamış, yalnız gördüyü həyat həqiqətlərini, insan hisslərini, yaşamını özünə xas səmimiliklə anlatmışdı. Müasirlərindən birinin yazdığına görə, bir dəfə onu tanıyanlardan biri Əli Kərimdən soruşur: "Niyə partiyanın üzvü olmaq üçün cəhd göstərmirsiniz?" O qızğın halda çiyinlərini çəkir. Şair nə üçün partiyanın üzvü olmalıdır? Şairi sənət böyüdər, sənət yaradar. Şairinki çöldür, dənizdir, azadlıqdır. Sonra qəfil gözünə sataşan uzaqdakı buruğu göstərir. Bax, o buruq kimi. Bu sərbəstliyinə, azadlığına görə də dövrünün siyasi, ədəbi elitası tərəfindən etiraz və ögeyliklə qarşılanan Əli Kərim heç vaxt xalq şairi olmadı. Heç bir fəxri adam titula layiq görülmədi. Ona qarşı gözləri bağlanan rejim məmurları tarixə qovuşub unuduldu. Ancaq Əli Kərim əbədi yaşam qazandı. Utancaq, təvazökar şair çıxış etdiyi müzakirələrdə nadir hallarda iştirak edərmiş. Cəmi 38 il ömür sürüb özündən sonraki şairlər üçün məktəb rolunu oynayacaq bir irs qoyub getsə də, ömrünün sonlarına yaxın heyf bu yaşda heç nə edə bilmədim deyərək hələ nə qədər böyük arzuları, yaradıcılıq imkanları olduğunu ifadə edir. Şairin istedadını hər onun sağlığında həssaslıqla duyan, onu bir insan kimi yüksək dəyərləndirən Rəsul Rza Əli Kərimi hər sözü, hər misrası ilə bir pillə ucalan, özünü daşıb keçən novator şair adlandırmışdı. 3 uşaq atası olan şair daim işsizlikdən, evsizlikdən də əziyyət çəkdi. Olduqca darısqal evdə yaşayan şairin mənzilini böyütməyə ehtiyacı olsa da, çox sonradan ona verilən və yerdən 28 pillə aşağıda yerləşən zirzəmi ilə kifayətlənməli oldu. Əli Kərim bu zirzəmidə 3 uşağını tərbiyə edir, özündən sonra müxtəlif dillər tərcümə edilərək dünyanın bir çox ölkələrində nəşr ediləcək zəngin ədəbi irsini yaradıb. Sevgi və inam dolu ruha sahib şair Mənim ömrüm adlı şeirində yazır. Baxsam bu dünyanın ha tərəfinə, bir yerdə qəbrim var, 10 yerdə sağam. Göy uçsa, yer qopsa, ölmərəm yenə, hələ neçə dəfə doğulacağam. Deyir ki, 91-ci sualda mətndə qarşı-qarşıya qoyulmur. İstedadla məhrumiyyət. Bu, qarşı-qarşıya qoyulur uşaqlar. Necə qoyulur? Adam yəni çox istedadlıdır, amma xalq şairi olmur, heç bir fəxri ada titula layiq görülmür. Yəni bu qədər şeir yazır, bu qədər ədəbi irs qoyur. Bax, zəngin ədəbi irs yaradır. Amma heç bir fəxri ada titula malik qoyulmur, elə bil. Şairlə rejim. Şair Əli Kərimin sərbəstliyidir, belə deyək. Bax, Əli Kərim çox sərbəstdir, necə deyim, azaddır, dövründəki və ona qarşı kim çıxır? Siyasi ədəbi elita tərəfindən etiraz və ögeyliklə qarşılanır. Demək, şairlə rejim də qarşı-qarşıya qoyulur. Əbədilik, ötərilik. Adam 38 yaşında ölür, ötəri bir ömür yaşayır, belə deyək. Amma şeirində nə deyir? Deyir ki, hələ neçə dəfə doğulacağam. Yəni, əbədi yaşayacağam anlamındadır. Qadağa ilə azadlıq, bu bayaq dediyimiz məsələdir yenə. Azadlıqla olsa da heç bir qadağalara riayət eləmir. Bax, qadağa ilə repressiyaya baxmayaraq adam azadlığından əl çəkmir. Bu da var. Təvazökarlıqla cəsarət qarşı-qarşıya qoyulacaq bir şey deyil. Çünki təvazökarlıq da müsbətdir, cəsarət də müsbətdir. Buna nə qarşı-qarşıya qoyulsun ki? 92. Əli Kərimin azadlığı, mənəvi böyüklüyü, qüruru onu yalnız titullardan, adlardan məhrum etmədi. Onun titullardan, adlardan məhrum olunduğu, deməli, məhrum etmədi nümunəsi hansı işarə qoyulmuş hissəyə artırılarsa, mətnin tərkib hissələri arasındakı əlaqə bərpa olunar, deyir. Deməli, adama titul uzadı harda vermirlər. Deyir, xalq şairi olmadı. Heç bir fəxri ada titulu layiq görülmədi. Ona qarşı gözləri bağlanan rejim məmurları tarixə qovuşub unuduldu.
Ancaq Əli Kərim əbədi yaşam qazandı. Deməli, yox, bura deyil. Romb olan hissə var ya, bax ora yazır. Deyirsən ki, bax, deyir Əli Kərimin azadlığı onu sadəcə titullardan, adlardan məhrum eləmədi. 3 uşaq atası olan şair daim işsizlikdən, evsizlikdən də əziyyət çəkirdi. Yəni titul da vermirlər, ad da vermirlər, heç nə vermirlər və eyni zamanda işsizlikdən də, evsizlikdən də əziyyət çəkir. Sən gətirib onu üçbucağın yerinə qoya bilmirsən. Bilirsən niyə? Çünki Əli Kərim əbədi yaşam qazandı deyir. Bundan sonra gətirib bu cümləni yazmaq olmaz. Və yaxud da ki, arzularını deyir, ifadə edirdi, gətirib o cümləni yaza bilməzsən. Bir dənə rombadır. Çünki rombda da onun şairin qarşılaşdığı haqsızlıqlardan və çətinliklərdən danışır. Eyni zamanda sualın şərtində də. Ona görə cavab olacaq romb, A variantı. 93. Hansı statla mətndə tünd qara hərflərlə fərqləndirilmiş hissədəki fikri qüvvətləndirmək olar? Şair nə üçün partiyanın üzvü olmalıdır? Şairi sənət böyüdər, sənət yaradar. Şairinki çöldür, dənizdir, azadlıqdır. Sonra qəfil gözünə sataşan uzaqdakı buruğu göstərər. Bax o buruq kimi. Deyir, şöhrət dalğaları yüngül adamları tez yerindən oynadır. Yüngül adamdan və şöhrətdən getmir məsələ. Amal uğrunda ölmək əbədi yaşamaqdır. Amal uğrunda ölməkdən söhbət getmir. Klassiklər keçmişlə bugün arasında körpüdür. Klassik şair deyil. Dahi 1% ilham və 99% zəhmət. Zəhmətkeşlikdən söhbət getmir. Yaradıcılıq dünyada ən böyük üsyandır. Bax, şair deyir, sənət böyüdər. Sənət yaradar. Bu adam yaradıcı insandır. Bunu göstərir. Çünki yaratmaq istəyən bir kəs bütün şərtlərdən qurtulmalıdır. Yəni ona görə deyir ki, nə üçün partiyanın üzvü olmalıdır ki? Partiyanın üzvü olmaq bir şərtdirsə, mən o şərtə əməl eləmirəm deyir. Yəni bu şərtlərdən qurtulmaq düzgün cavab variantı olacaq Y variantı. Üzərinə rəqəm yazılmış sözlərə əsasən uyğunluğu müəyyən edin deyir. Karşılığını götürürük. Burada mənzilini böyütməyə birinci sözdə sənət böyüdər. Sənət böyüdər əlbəttə ki, məcazi mənadadır. 1-2 olaraq nömrələyirəm. Və deməli, A-da deyir məcazi mənada işlənib. Birincisi məcazi mənada işlənib. Deməli, A-nı yazacam 1-ə. B-də deyir ki, həqiqi mənada işlənib. 2 həqiqidir, evini böyütmək, mənzilini böyütmək. C-də deyir obrazlı ifadədir. Sənət böyüdər deyir, məcazidir deyən obrazlıdır. C-ni yazıram 1-ə. 1-ə AC, 2-yə B. Yazda gələn güclü sel çayın yatağını xeyli genişləndirmişdir cümləsində qarşılığı verilib. Mənzilini genişləndirmək, çayın yatağını genişləndirmək, çayın yatağını böyütmək eyni mənadır. D-ni də yazıram 2-yə. Şişirtmək mənasını ifadə eləmir. O bir sən nə vaxt olur? Deyirsən ki, sən də bütün problemləri böyüdürsən, yəni bütün problemləri şişirdirsən bu anlamda. 1AC, 2B-dir. Cavab olur D variantı. 95-dən bunları silirəm və 95-i göstərirəm. Deməli, burada deyir, qarşısına rəqəm yazılmış hansı sözlə başlayan cümlədə söz sırasında dəyişiklik eləsə, fikir yanlışlığı aradan qalxar. Uşaq, bayaq oxuyanda demək istədim, prosto dedim, yəqin buna bağlı sual yox. Bu cümlədir. Bu sual mənim imtahanda rahat 15 dəqiqəmi almışdı, çox net yadımdadır. Deyir, utancaq, təvazökar şair çıxış etdiyi müzakirələrdə nadir hallarda iştirak edərmiş. Belə yox. Deməli, nadir hallarda müzakirələrdə çıxış edərmiş. Aydındır? Daha doğrusu iştirak elədiyi müzakirələrdə nadir hallarda çıxış edərmiş. İştirak elədiyi ilə çıxış etdiyin yerini dəyişməlisiniz. Utancaq təvazökar şair, bəli, təvazökar sadəlikdir. Sadə insanda, yəni. Utancaq təvazökar şair
iştirak etdiyi müzakirələrdə nadir hallarda çıxış edərmiş. Nadir hallarda. Çox qəşəng sualdır və imtahanda o həyəcandan bunu tapmaq o qədər çətin olmuşdu mənə. O qədər çətin. Sırf bu suala görə mən riyaziyyatıma yarım saat vaxt ayırmışam da, yəni. Bir keçən dəfə demişdim, 15 dəqiqə o suala ayırmışdım. Bir də 15 dəqiqə bu sual. Düşün, bütün hər şeyi yazıbsan, bir sualım açıqda qalıb, 2 sual bu. Bunları yazmış, daha açığa vaxtım qalmadı. Bu mənim buraxılış mətnim olub. Bu sual çox fikirləşmişdim. Allah, hardadır problem, hardadır problem. Gəldim, birdən gözüm sataşdı. Təsadüfən tapmışdım özdə bu sualın cavabını. Fikirləşəndə tapa bilməmişdim. Yəni, imtahanda belə suallar düşəndə adamı həqiqətən mandraja salır ki, birdən səhv yazaram, birdən tutmaram, tuta bilməməkdən qorxursan bu sualların cavabını. Ona görə maksimum təmkinlə işləyim. Mənim elədiyim səhvi eləməyin. İmtahana mütləq saat aparın. Utancaq təvazökar şair iştirak etdiyi müzakirələrdə nadir hallarda çıxış edərmiş. Cavab olur B variantı. Qapalı suallarla bağlı dərdimiz var. Yaxşı, baxaq onda açıq suallarımıza. Əli Kərim ömrünün sonlarına yaxın təəssüf hissi keçirirdi. Səbəb nə idi? Gəlirəm, baxıram buradan. Deyir ki, o var idi. Var idi. Deyir ki, heyif bu yaşda heç nə edə bilmədim deyərək hələ nə qədər böyük arzuları, yaradıcılıq imkanları olduğunu ifadə eləyirdi. Bunu bu dırnaqda yazılıb da, bu onun nitqidir, düzdür? Deməli, irs qoyub getsə də ömrün sonlarına yaxın təəssüf hissi keçirdi. Səbəb nə idi? Arzularının, yaradıcılıq imkanlarının yarımçıq qalacağını hiss eləyirdi. Yəni, deyir, görürsünüz, heç nə eləyə bilməmişəm, deyir. 38 yaşında ölüb adam və deyir ki, mən bu yaşa qədər heç nə eləyə bilməmişəm. Yəni, yarımçıq qalacağından, aydın, orada heç nə yazma bala. Fikirlərini, daha doğrusu yaradıcılığının, yaradıcılıq imkanlarının, arzularının yarımçıq qalacağına bağlı narahatlıq duyduğunu göstərir. Bunu yazmalısınız. Əli Kərim siyasət ideologiya şairi olmamışdı. Bunun nəticəsində nə olur? Siyasət tərəfdarı olmur, partiya üzvü olmur. Nəticədə nə olur? Xalq şairi adına layiq görülmür. Heç bir fəxri ad titula layiq görülmür. Bunları yazın. Sonra bəli, ad verilmir. Cümlə yaz. Cümlə. Söz birləşməsi sadəcə planda yazılır şualar. Qalan müddəa faktı, səbəb nəticədir. Burada cümlə veribsə, cümlə şəklində də tələb edir. İndi deyir, əsas hissəsini əhatə edən ən azı 3 bənddən ibarət plan yazın. Bizdə əsas hissə başlayır buradan, ta ki davam edir bura qədər. Və bura qədər ən azı 3 bənddən ibarət deyirsə, 4 dənə bənddən də yaza bilərsiniz. Mən deyərdim ki, bax, burasını bir yazın. Mən həmişə belə yumruluyurdum ki, hansı abzasları birləşdirəcəm və onlardan bir plan bəndi hazırlayacağım. Bunu da, burada ən azı 3 deyirsə, mən bunu belə bölmüşdüm. İndi qulaq asın, görün plan necə yazılır. Şu an abzası oxursan, həmin abzasda o pişik nədən danışır, onu söz birləşməsi şəklində ifadə edirsən. Mən bir dənə buradan kənardan ağ lövhə, ağ kvadrat açacağam. Birinci deməli, qırmızı. Burada nədən danışır? Birinci plan bəndində. Görürsünüz, necə işləyirəm, diqqətlə baxın.
Birinci deyir ki, Əli Kərimdən soruşur ki, niyə partiya üzvü olmursunuz? İşte buna görə də o axırda necə deyim və necə deyim onu adlardan filan məhrum olunur da. Mən yazıram birinci, Əli Kərimə ünvanlanan sual və Əli Kərimin cavabı. Bunu birləşdirərəm. Əli Kərimin verilmiş suala maraqlı reaksiyası. Verilmiş suala maraqlı cavabı, maraqlı reaksiyası. Maraqlı cavabı yazaq. Bu olar 1. Qısacası da orada adlara zaten. Ya da ikinci olaraq yazaram ki, bunu da 2 yerə bölmək olar əslində. Bunu da 2 yerə bölmək olar buradan 2. Ən azı 3 demir, mən 5 dənə də yaza bilərəm. Düzdür? Fəxri adlardan məhrum olan şair. Fəxri adlardan məhrum olan şair. Böldüm oranı da. Məhrum olan şair. Bu mənim oldu ikinci bəndim. 3 ucu gəlir düşür bura. Necə deyim? Şairin təəssüfü. Çünki burada deyir ki, heyif zad deyir də. Şair təəssüf hissi keçirir. Yaza bilərik şairin təəssüf hissi. Ya da sadəcə yaza bilərsiniz təəssüf hissi. Şairin təəssüf hissi. Sonra 4. 4-də yaza bilərik ki, şairə şairin qiyməti. Belə yaza bilərik. Şairə şairin qiyməti. Yəni başqa bir şairdir Rəsul Rza. Rəsul Rzanın qiyməti. Şairə şairin qiyməti. Aydın, bəsdir, aydın. 5-də buradır. Burada nədir? Ehtiyac içində qalan şair. Ehtiyac. Yazaq ki, ondan sonra ölür, orada yazır ölümünü, yox. Ehtiyac içində yaşayan şair. Yaşayan şair. Gördünüz? Nədən danışır onu? O pişidə nədən danışır onu söz birləşməsi halına gətirib yazdım. 5 dənə. 1. Əli Kərimin verilmiş suala maraqlı cavabı buradan yazdım. Sonra adlardan, fəxri adlardan məhrum olan şair. Şairin təəssüf hissidir burada. Şairin şairə qiyməti. Ya da yaza bilərsiniz Rəsul Rzanın şairə qiyməti. Ehtiyac içində yaşayan şair. 5 dənə plan bəndi yazdım əsas hissəyə. Başa düşdük plan necə yazılır. Bəzən gəlirsiniz müəllimə, mən plan yaza bilmirəm. İşte plan necə qurulur? Plan belə yazılır. Hissələrə ayır mətnivi, karandaşla işləyəcəksən onsuz da. Göy qələm apar, karandaş apar, qara qələm apar. İmtahanda yaz. Kitabça sənin əlinin altdadır onsuz da. Əli Kərimin əziyyətinə qiymət verilməməsi, Əli Kərimin heyfsilənməsi, uşaqlara verilən tərbiyə. Məsələn, sırf orada Məhəmməd uşaqlara verilən tərbiyədən danışmadığına görə sən orada sırf əsas nədən danışır? Deyir ki, baxmayaraq ki, çətinlik içindədir. Adam udarıskal evdə uşağına tərbiyə verir. Yəni, qısacası ehtiyac içindədir. Ona görə 3-cü bəndini məncə səhv götürəcək. Məncə deyəndə ki, səhv götürəcək. Bəli, ümumi yazmalısan. Bu da belə. 97-ni də bildik. Yəqin ki, yenə də deyirəm, plan qurmağı öyrəndik. Çox xahiş edirəm, diqqətlə yanaşın. Qabağınıza çıxacaq. Gəldik, çıxdıq 98-ci suala. Bax, yadınıza gəlir, sizə Kaspinin sınağını yazdırmışdım. Xatırlayırsınızsa. Orada kim idi? Üzeyir Hacıbəyov haqqındaydı, yoxsa kim idi o? Elə Üzeyir Hacıbəyov da deyəsən. Orada da yazmışdı ki, bir çox insanların maraq obyekti olmuşdu. Belə sual vardı, xatırlayırsınız.
Bilmirəm kim idi, kim haqqındaydı, yadımda deyil. Burada siz kimi yazmalısınız? Rəsul Rızanı. Rəsul Rızanı yazmalıydınız ki, deyir ən azı 2 faktla. 1. Rəsul Rza Əli Kərimin yaradıcılığına yüksək dəyər verir. 2. Sonra ondan sual soruşurlar. Məsələn, insanlar ondan sual soruşur, maraqla da cavab verir. Sonra müasirləri onun deməli, Əli Kərimin üslubunda əsərlər yazmaqla onun ədəbi məktəbinin nümayəndələrinə çevrilirlər. Maraq dairəsində olduğu üçün. Mən deyərdim ki, ora şey də yazmaq olar. Onu verilişlərə dəvət eləyirlər. İnsanlar maraq dairəsində olduğu üçün yaza bilərsiniz. Onu verilişlərə dəvət eləyirlər. 1. İkincisi, Rəsul Rza Əli Kərimin dahi şəxsiyyət olduğunu qeyd eləyir. 3. Rəsul Rza Əli Kərimlidən onun partiya üzvü olmaması ilə bağlı sual soruşurlar. Yəni, maraqlı gəlir onlara. Bunları yazmısınızsa, doğrudur. Yazmamışsınızsa, yanlış. Gəldik mətnin üslubu xüsusiyyətlərini və seçilmiş nümunələrini əsaslandırın deyir. Dediyim kimi, mənim vaxtımda ilk kurikulum olduğum üçün mən bu sualı birinci dəfə idi həyatımda görürdüm və üslubları heç cür bu dəfə belə işləməmişdim. Və mən deyərdim ki, siz tələbələr çox şanslısınız, çünki sizin görəcəyiniz o qədər mətin tiplər və siz o qədər mətin işləyirsiniz ki, mən hazırlıq dönəmində sadəcə dimin sinif testlərində, o da 5-ci sinif, bilirsiniz də onun içinə gündədir, yəni onları işləmişəm. Mən mətn başqa görməmişəm, amma siz kifayət qədər mətn görürsünüz. Mətnin giriş hissəsi, mətnimiz konkret bədii üslubda deyil də, yəni hansı üslubdadır? Publistik üslubdadır. Ona görə giriş hissəsinin üslubu xüsusiyyətlərini yazırsınız hər zaman. Aydınlıq, anlaşıqlıq, kütləvilik, xalq danışıq dilinə yaxınlıq. Şeir hissəsi bədii üslub olur deyən uşaq, şeir hissəsi bədii üslub olur deyən. Buraya yazırsınız məcazlik, obrazlıq, ekspresivlik. Həmin xüsusiyyətə aid nümunə deyir. Publistik üslubda, burada məsələn yazmısınız, tutaq ki, bax, giriş hissəyə məsələn yazmısan, aydınlıq, anlaşılıq, xalq danışıq dilinə yaxınlıq, nə bilim nə, xalq danışıq dilinə yaxınlıq və s. Sən burada hansı cümlə yazsan, giriş hissədə düz olacaq. Şeir formasında olanda isə məcazilik yazırsan, bura məcazilik. Bura məcazilik yazsın. Məcazi olan hissəni götürməlisən. Məsələn, yazıb bir yerdə qəbrim var, 10 yerdə sağam. Nə bilim, göy uçsa, yer qopsa ölmərəm yenə. Mübaliğədir də, göy uçsa da deyir, yer qopsa da mən ölmərəm. Məcazidir. Bax, bu hissələri götürüb yazmalısınız. Ümid edirəm ki, artıq üslubu öyrənirsiniz. Mətndən altından xətt çəkilmiş söz, zəngin bədii irs idi, səhv eləmirəmsə altından xətt çəkilən söz. Əlbəttə ki, zəngin bədii irs poetik funksiyadadır, yəni məcazidir. İnformativdə yaza bilərik ki, zəngin insanlar xeyriyyətçiliklə məşğul olmalıdır. Yəni, zəngin də pullu adam, varlı mənasında yazmalısınız. Məşğul olmalıdır. Sonra, zəngin ev ola bilər, məsələn, yəni varlıdır, amma ən çox zəngin adam yazır onsuz da hamı. Zəngin adam yazsanız daha rahat. Bu da sizin üçün ikinci mətn. Burada ilə bağlı probleminiz, sualınız, sözünüz, dərdiniz, tasanız varmı? Giriş üçünmü? Aydınlıq, anlaşıqlıq, xalq danışıq dilinə yaxınlıq. Çünki mətnimiz publisistik üslubda olduğu üçün publisistikin xüsusiyyətlərini yazırıq. Aydınlıq, anlaşıqlıq, kütləvilik. Bunları yazsan kifayət edir. Hansı cümləni də seçsən doğrudur. Çünki orada bütün cümlələr başa düşüləndir. Bildik?
Başqa kimin sualı var? Yoxdursa əgər, onda heç nə. Növbəti 5-ci gün görüşəcəyik. 5-ci günü də növbəti 2 mətni işləyəcəksiniz. Sağ olun, gecəniz xeyrə qalsın.